Bu, Alzheimer xəstəliyinin müalicəsində potensial bir dönüş nöqtəsi haqqında qısa bir icmaldır. Bilirsiniz, deyəsən biz 10 illiklərdir Alzheimerlə mübarizədə səhv istiqamətə baxmışıq. Bu yeni araşdırma da məhz bunu deyir və diqqəti daha fundamental bir problemə çəkir. Beynin enerjisi sadəcə olaraq tükənir. Birincisi, bu yanaşma diqqəti həmişə günahkar bildiyimiz o yapışqan zulal yığınlarından, yəni amiloid lövhələrindən çəkir. Bunun əvəzinə problemin kökünə gedir. Beyin hücrələrinin enerji istehsalı. Belə çıxır ki, bu enerji böhranı yaddaşımızı idarə edən neyronları sözün əsli mənasında acından öldürür. Yaxşı, bəs bu yeni nəzəriyyə real həyatda işə yarayırmı? Hə. Və siçanlar üzərindəki nəticələr deməliyəm ki, heyrətamiz olub. Alimlər xüsusi bir üsulla beynin əsas yanacağı olan qlükozanı istifadə etmə qabiliyyətini bərpa edəndə, hətta ağır simptomları olan heyvanların yaddaşı belə qayıdıb. Və nəhayət, bütün bunlar bizim üçün nə deməkdir? Düzdür, hələ çox tezdir. Amma bu kəşf Alzheimer'in bəlkə də qaçılmaz bir sonluq olmadığına dair böyük bir ümid verir. Və bu, gələcəkdə insanlar üçün tamamilə yeni müalicə üsullarına qapı aça bilər. Bir sözlə, beynin enerji təchizatını bərpa etmək, əvvəllər geri dönməz sandığımız bu xəstəliyin gedişatını tamamilə dəyişə bilər.